Bu videoda iki məlumatı sizinlə paylaşacağım. Belə ki, AZSL-də bütün daxil olan zənglərə qadağa qoyulmasını və gələn zənglərin digər nömrəyə yönləndirilməsini göstərəcəm. Daha sonra bu xidmətləri ləğv edərək əvvəlki vəziyyətə gətirməyi göstərəcəm. Deməli, telefonun ekranında ulduz 21 ulduz 60 80 diyez yes yığmaqla bütün daxil olan zənglərə qadağa qoyulmuş olacaq. Zənglərə qoyulan qadağanın nömrəyə gələn bu və ya digər SMS-lərə aidiyyəti yoxdur. Bu xidmət ancaq zəngləri qadağan edir. Xidmət pulsuzdur. İkinci paylaşımım isə yönləndirmə xidməti haqqında olacaq. Yönləndirmə xidməti isə bütün daxil olan zənglərin istənilən mobil operatora yönləndirilməsini həyata keçirir. Yəni ki, istənilən Azercell, Bakcell və NAR nömrələrinə, hətta şəhər kodunu yazmaqla ev telefonuna belə yönləndirmək olar. Bunun üçün ulduz 21 ulduz 050 051 55 70 77 nömrələrindən birini və yaxud şəhər nömrəsi daxil etməklə və yaxud dediyim kimi ev telefonunu, iş telefonunu hər hansı bir şəhər nömrəsi yazmaqla, diyez yes yığmaqla nömrənizə gələn zəngləri həmən nömrəyə yönləndirmiş olacaqsınız. Hər iki xidməti ləğv etmək üçün diyez 21 diyez yığırsınız və salam. Bu qədər dostlar. Kanala abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək. Sağ olun.